taksi sürücüləri üçün ayrılmış ərazilərdə digər avtomobillərin qanunsuz parklanma etməsinə aid araşdırma aparacağıq. Gəlin görək bu əraziləri kimlər zəbt edir. Salam. Burada taksilərin durması üçündür. Siz taksisiz. Taksi olmasa burada saxlaya bilməz. Hazırda olduğumuz yer Nizami küçəsidir. Nizami küçəsində də taksilərin dayanması üçün yer ayrılsa da, bəzi avtomobillər taksilərin dayanmasına mane olur. Salam, hər vaxtınız xeyir. Bu ərazi sona kimi taksi üçün nəzərdə tutulub və özəl avtomobillərin saxlanması qadağandır. İndi siz niyə saxlamısınız burada? Parklanma eləmişdim. Parklanma axı bura taksi sürücüləri üçün parklanma geridədir. Bilirəm, geridədir. O nişandan bu nişana kimi taksidir. Bundan geriyə parklanmadır. Taksilər üçün nəzərdə tutulan yerdə siz niyə saxlamısınız? Gedirəm. Necə? Gedirəm, değil mi? Yəni saxlamaq ümumiyyətlə qadağandır. Yox, indi adam düşür gedirəm də. Adamlar bu hissəyə düşmürlər. Yəni bu taksilər üçün nəzərdə tutulub. Buradan girdim, burada düşürdüm, indi tuturam da burada. Amma biz bayaqdan çəkiliş aparırıq. Bu maşını dayanmışdıq burada. Yox, onu girdim olsun, ben gedirəm. Siz neçə ildir taksi sürücülüyü ilə məşğulsunuz? 30 ildən çoxdur. Bu sizə ayrılan hissədə başqa avtomobillər tez-tez mi dayanır? Gəlir dayanır, dayanmır. Çox dayanır. Deyirsən ki, taksi yeridir, deyir ki, sənlikdir. Mən bilərəm. Və sonunda siz nə edirsiniz, harada saxlayırsınız? Heç nə bir dənə yer tapıb başqa yerdə saxlayırıq ki, bu çıxıb gedəndən sonra gəlib dayanır. Sizin fəaliyyətinizə çox mane olurlar. Olur, əlbəttə ki, gəlirsən, taksi üçün ayrılan yerdir, gəlirsən, yer yoxdur. Məcbursan ki, gedib parkingdə dayanasın. O da pullandır. O da pullandır. Saatı 1 manat. O da ki, taksiyə sərf eləmir axı. Nə işləyirsən ki, aparıb o anda parkingə verəsən.